Gəl bu tərəfimə keç. Deməli, burada baxacağıq indi ədədin faizinin tapılması dərsinə. Ədədin faizinin tapılmasında. İnşallah tarafsız. Ədədin faizinin tapılmasına. Bax, deyir ki, 15 faizi 30 olan ədəd. 30 olan ədəd. Neyinidik? 15 faizimiz elə hazır vardı. 15'i 30'dursa 100 faizi x idi. Düzdür. X'imiz nəyə bərabərdir? 15 burada, 30 burada, 100 də burada. Tam bölünür. 30 ilə 15 bir-birinə qalır 2. 2'ni də 100'ə vuranda elədi 200. Daha sonra bizə deyir ki 25 faizi 50 olan ədəd. Düzdür. 25 faizi 50 olan ədəd. Cavab neçə almışsınız 25 faizi 50 olan ədəddə? Onda da 200. 25 faizi 50 olan ədəd. 200. Aha. Deməli, yenə şərtimiz verib də 25 faizim 50-dirsə, 100 faizə x-dir. X də nəyə bərabərdir? 25 aşağıda, 50 yuxarıda, 100 də burada. Elə 50 25-ə tam bölünəcək 2. 2-ni də 100-ə vurdum, elə də 200. Aydındır. Daha sonra deməli 40 faizi 125 olan ədəd. 32,5. Axırıncı idi da deyəsən. Mən biri qalıb. 30 faizi 900 olan ədəd. 30 faizi 900 olan ədəd. Deməli 30'u vururam 900'ə. P faizi B olan ədəd. Bölürəm 100'ə. Elə bir bütöv ixtisar gedir 9. 30'u 9'a vuranda 270. Belə almısınız? Səhv yazmısan Nila? Bax, 30 faizim olduğu tənasübdür bu gördüyümüz 900 ise 100 faize x'dir. X də nəyə bərabərdir? O, üzr istəyirəm, mən neysə səhv yazdım, 2 dəqiqə. Mən burada səhv yazmışam, üzr istəyirəm. Aha, belə. Deyək belə, 30 faizim, gözlə bir dənə bunu təzdən yazım. 30 faizim 90'dırsa, 900'dürsə, 100 faizə x'dir. X də bərabərdir 100. Burası 900. 900 bölünsün 30. Orada da 3000 alınacaq. Ha, 3000. Burada qalır 3, 30, 3000. Ha. Bir də axırıncısı qaldı 3000 burada. Orada nə idi? 40 faizi 125 olan ədəd. 40 faizi 125'dirsə. Necə yazmışıq bunu? 40 faizi 125'dirsə, elə 100 faizə nə qədərdir? X-dir. X də bərabərdir. 40 aşağıda, 100 yuxarıda, 125 də burada. Bunlar elə ixtisar getdi. 2'yə böldüm 5, 2'yə böldüm 2. 5'i 125'ə vuracağım. 625. 625'i də 2'yə böləcəm. Neçə tapdınız orada? 370 neçə də? 312,5. Aha, 312,5. Şu. İndi siz bir dənə belə sual verin. Qocam burada var onu. Burada yoxdur onu. O 6. sınıfın testi burada. $20 ədədi 50 ədədin neçə faizidir? 20 ədədi 50 ədədinin neçə faizidir? Tapdım. Neçə tapdın? 40. Sən neçə tapdın Ali? Bir ədədin digər ədədin neçə faizin olduğunu tapanda birinci ədədi ikinciyə bölürük, vururuq 100'ə. Yəni 20'ni 50'yə bölürük, vururuq 100'ə. 100'ün də altından 1 yazsam, burada ixtisar gedəcək, elə tam gedəcək, qalır 2. 20'ni də 2'yə vuracam, eləyəcək 40. Düzdür? Sən də səhv edənir. İndi bir dənə düzəldirik. 4 ədədi 16 ədədin neçə faizidir? 4 ədədi 16 ədədinin neçə faizidir? Birinci ədədi ikinciyə bölürük, vururuq 100'ə. A ədədini B ədədinə bölürük, vururuq 100'ə. Qaydamız belədir.
4'te 100 oldu. Nətər? 4'te 100. 4'də 100 nədir? 400. Orada da neçə faiz çıxır? 100-ü 4-ə bölsən də. 100'ü 4'te. Neçə faiz tapdınız? 25 faiz. 25 faiz. 4 ədədini bölürəm 16-ya, vururam 100-ə. Burada elə 4 ilə 16 bir-biri ilə ixtisar getdi. 4-ü 4-ə böldüm 1, 16-nı 4-ə böldüm 4. 100-ü də 4-ə böləndə cavabım düşür 25. Deməli, 4 ədədi 16 ədədin 25 faizidir. Deməli, 5 ədədi 20-nin neçə faizidir? 5 ədədi 20-nin neçə faizidir? Ben birinci 20'ni 5'e böleceğim. 5 20-yə bölürsən. Birinci ədədi ikinci ədədə bölürsən. Tapdım. Gözə aynada tapsın. Burada Neçə? 4. Yok. Neçə? 20. Neçə? 5'i 20'ye böldüm. 25, 25, Aha. 25. Bax Aynur, sən deyir ki 20 ədədi, 5 ədədi 20 ədədin neçə faizidir? Birinci ədədi ikinciyə bölürəm, birincini ikinciyə bölürəm, vururam 100-ə. Burada nə edirəm? Bax, yenidən yazıram ki, ixtisarı sizlə bir yerdə eləməyə. Bax, 1-də 100-ə. Elə bunlar ya belə də tam bölə bilərsən. 5-i 5-ə böldüm 1, 20-ni 5-ə böldüm 4. 100-ü də 4-ə böləndə də cavabın düşəcək 25. Yaxşı, 4 ədədi 20 ədədin neçə faizidir? 4 edeceğim ben bir tane. 20 ədədin neçə faizidir? Ben taptım. Çözüm. Evet tapdım ben de. 4 ədəd, nə dedim şərti sizə? 4 4 edeceğim. ededi 20 ededi neçə faizidir? O da 20 düşüyor. 4 ədədi 20 ədədinin neçə faizidir? Evet. Dedi ki 4-ü böləcəyik 20-yə, vuracağıq 100-ə. 100-ün də məxrəcinə 1 yazıram. Elə bunlar getdi, ixtisar qal 5 dəfə düşdü. 120-yə tam bölünür 5. 4-ü də 5-ə vurdum 20. Düzgün cavabımız 20-dir. Başa düşdük bunu? Ben Aha. İndi bir dənə də sual verim. 3 faizi 15 olan ədəd. 3 faizi 15 olur. Ben burada da 20 düşür. Aynen. Yirmi düşmedi. Şu an tutmuşumdur. Neçə tapmısan? 500. 500. Necə tapırdıq Aynur? Birinci faiz gəlibdir. Deməli, elə şərtimiz, tənasübümüz olduğu kimi buradadır. 3 faizimiz 15-dirsə, 100 faizimiz nə qədərdir? X. Çarpazda vurduqda 3 gəlir məxrəcə, 15 3-ə tam bölünür. 5, 5-i də 100-ə vurdum, 500. Yaxşı, indi yazırsınız. İndi yazırsınız deməli. 12 faizi 96 olan ədəd. Tələsməyin. 12 faizi 96 olan ədəd. Belə deyil mənim. Yazıb deyəcəm. 12 faizi 96 olan ədəd. Tapdım. Neçə? 800. Nətər tap? 100'ü 96'ya vurup 12'ye böldüm. Tapdın sən hani? Bax mənə, dur gəl bura. Bax, 12 faizim 96-dırsa. 12 faizimi tənasüb kimi qeyd elədim bura 96. Faizin altından faiz yazıram. 100 faizə də x. Çarpaz vururam. 100-ü 96-ya vururam, aşağıda da 12-ni yazıram. 96 12-yə tam bölünür, qalır 8 dəfə. 100-ü də 8-ə vurdum, cavabım elədir 800. Aydındır. Understand? Hı? Başa düşdün?
Belə.